Salam uşaqlar. Bugünkü dərsimiz iki sonlu çoxluğun fərqidir. Deməli, çoxluq biz 5-ci sinifdə keçmişik. Onun işarələrini də öyrənmişdik. Gəlin onları təkrarlayaq. Birləşmə, kəsişmə, boş çoxluq, alt çoxluğu, daxildir, elementlərin sayı və A çoxluğu ilə B-nin fərqi. Uşaqlar, ümumiyyətlə çoxluqlar 3 cür olur. Sonlu çoxluq, sonsuz çoxluq və boş çoxluq. Sonlu çoxluq, məsələn, 2 rəqəmli, 5-ə bölünən 2 rəqəmli ədədlər. Bu sonlu çoxluqdur. 5, 10, 15, axırıncı rəqəmində 95-dir. Əgər desək ki, 5-ə bölünən natural ədədlər, bu sonsuz saydadır. Bir də var 5 ilə 6 arasında natural ədəd desələr, elə bir ədəd yoxdur. Onda biz yazırıq boş çoxluq. Gəlin indi A çoxluğu yazaq. 1, 3, 5. Bu A çoxluğudur. B çoxluğunu da 3, 5, 7 və 9. İndi A çoxluğu ilə B çoxluğunun birləşməsinə baxaq. Bu A çoxluğu ilə B çoxluğunun elementlərinin birləşməsidir. Gəlin A çoxluğunu yazaq. 1, 3, 5. B çoxluğunu da əlavə eləyək. 3, 5 artıq yazılıb, ona görə onu yazmırıq. Qalanları əlavə eləyək. 7 və 9. Bu A və B çoxluğunun birləşməsidir. İndi isə kəsişməsinə baxaq. Bu çoxluqlar arasında ortaq olanlar hansıdır? 1, 3, 5, 3, 5, 7, 9. Gördüyümüz kimi 3 və 5 nədir? Ortaq olanlar. Deməli, onun kəsişməsi 3, 5'dir. Belə bir çoxluq yazaq. A çoxluğu 2, 4, 6. B çoxluğu 2 və 6. İndi desək ki, alt çoxluğu nədir? Alt çoxluğu bir çoxluğun digər çoxluğun içində olmasıdır. Məsələn, baxın, bu qrup 2, 6. Bu qrupun daxilində var. 2, 6, 2, 6. Deməli, biz yaza bilərik ki, B, A-nın nə idi? Alt çoxluğudur. Yəni, bunun içində var. Bəs deyə bilərik ki, A da B-nin alt çoxluğudur. Xeyr, deyə bilmərik. Çünki A-nın 3 elementi var, B-nin isə 2. Desək ki, 6 A-ya daxildir. Daxildirmi? Bəli, var 6. Bəs desək ki, 7 A-ya daxildir. Daxildirmi? Xeyr, daxil deyil. Çünki burada 7 yoxdur. Desək, əgər A çoxluğunun sayını yazaq. Deməli, neçə sayı neçədir? 1, 2, 3. Deməli, A çoxluğunun sayı 3'dür. Və A çoxluğu ilə B-nin fərqindən danışaq. Deməli, belə bir çoxluq yazaq. A olsun 5, 7, 9. B olsun 6, 8, 9. Deməli, gəlin baxaq. Burada ortaq olan var. Bəli, 9. İndi əgər A çoxluğundan B-ni çıxsaq, ortaq olanlar 9'dur. Gəlin onların üzərindən xətt çəkək. A-dan B çıxanda nə qalır A-dan? İlkin olan A-dır. A-dan nə qalırsa onu yazırıq. Deməli, A-dan 5 və 7 qalır. Gəlin yazaq. 5 və 7. Bəs əgər B-dən A-nı çıxsaq, nə qalır? Ortağı bilirik ki, üzərindən xətt çəkmişik. Nə qalır 5-dən? 6, 8. Yəni, B-dən A-nı çıxsaq, ilkin olan nədir? B-dir. Deməli, nə qalır B-dən? 6, 8. Bunu biz Euler diaqramında da göstərə bilərik. Deməli, ortaq bir dənə 9'dur, onu yazdıq. Bu A-dır. A-da nə qalıb? 5, 7, B-də də 6 və 8. Əgər biz A-dan B-ni çıxsaq, nə qalır? A-da B-yə daxil olmayan hissə.
Yəni 5, 7. Əgər B-dən A-nı çıxsaq, B-nin bax A-ya daxil olmayan hissəsi qalır. Yəni 6, 8. Yenə gördüyümüz kimi eyni şeydir. Gördünüz uşaqlar 5, 7 və 6, 8. Bu qədər uşaqlar. Ümid eləyirəm ki, izah edə bildim. Hələlik bu qədər. Sağ olun.